الراحمون أسأل الله لي لنا ولكم العافية. سبحان الله تعالى خالق النور رحم الله مناطق فاتحة. الحمد لله رب العالمين. إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم غير المغضوب عليهم ولا الضالين آمين. قل هو الله. الله رحمة الله. عالم الغيب والشهادة هو الرحمن الرحيم لا إله إلا هو الملك القدوس السلام المؤمن المهيمن العزيز الجبار العزيز الحكيم سلام على المرسلين ضالين آمين. بسم الله الرحمن الرحيم. قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. Allah rahmet. Bu güzel günde, bu güzel mekanda, bu güzel ayda, bu güzel dəqiqələrdə Səbuhi balamızın yanındayıq. Bütün şəhidlərimizin yanındayıq. Gör neçələrlə mən gözəl saydım. Hamısı balara şamildir. Bir şey xahiş edirəm sizdən, xahiş edirəm sizdən tələb edirəm. Qonaqlarımız çoxdur. Hər yandan bugün burada qonaq var. Həmişə olur. Özümüzü elə aparağın ki, o qonaqlar desin sağ olsun, şəhid ataları, şəhid anaları. Onlarda olan aksaqqal, onlarda olan axunlar. Yarım saatlıq, bir saatlıq tədbirimiz var. Səssiz, sakit, gözəl. Səliqəli isə sizdən inşallah səliqəli olmalıdır Allah'ın köməklə. Bu 5 il ərzində bu belə də olub. Hörmətli cəmaət. Ramazan ayıdır. Ramazan ayının pillələrindeyiz. Axırıncı pilləyə yaxınlaşırıq. Bu Ramazan ayının duası bütün şəhid atalarının, şəhid analarının, qalan bağlarını salamat eləsin. Onların xeyirlərini görsünlər, bu bağlarımızda da Allah Teala cənnətində eləsin. Bugünlər isə bu balamız orada öz yoldaşlarıyla öz adını keçirir. Ama biz burada onun yanındayız, onun karşısındayız. Bütün izdiham var burada, bütün rayondan insanlar var burada, hemiş olur. Bugün de var. Bugün Sabuh'un atası solundadır, anası sağındadır. Karşısında halkdır, millettir, aksakalıdır, akınlardır. Her birinizden karşı edirəm. Sözler vereceğim. Ama çok uzatmaq söhbətindən yox. Hörmətli Sabuh balam. Mən sənin atına söz verirəm. Məhbub müəllim buyur. Çok sağ olasın. Allah razı olsun. Sağ olsun. Gelen ayaklarınız var olsun hamurcuğum. Çok sağ olun. Minnettarım. Her birinize ayrı ayrı da teşekkür ederim. Çok sağ olun. Allah cəmi şəhidlərimize rəhmət eləsin. Teşekkür ederim. Ay kızım sen həmişə burada olursan. Anasın. Buyur bir neçə kəlmə. Hoş geldiniz babamın değişimden dolayı. Sabahın anasına kurban olun bütün şey. Çok sağ ol, teşekkür ederim. Hörmətli cemaat. Bu xahiş eləməyə bilmirəm. Həmişəki xahiş edirəm sizdən. Bir dəqiqəlik tuturaq. Bütün şəhid bağlarımızın xatirəsini yad edək. Sonra tədbirimizi devam etdirək. Çok sağ olun, teşekkür ederim. Siz şəhid atası. Rıza müəllim buyur. Sağ olun. Evvela bütün gelenlere minnettarlığımı bildiriyorum.
Azərbaycanın bütün regionlarından burada iştirakçılar var. Bu onu göstərir ki, Sabirun atası, anası həmin onların məclislərində iştirak edirlər. Hamının bildiği kimi Azərbaycanda 44 günlük müharibədə 2800'e qədər şəhidimiz vardı. Sonraki hadisələr 101 oldu. Ümumiyyətlə antiterror əməliyyatından sonra 3277 şəhidimiz oldu. Allah hamısına rəhmət eləsin. O şəhidlər ayrılıq bilmədən, region bilmədən, vətən torpağının azadlığı uğrunda bilirdilər ki, bu yolun sonunda ölüm var, şəhadət var. Onlar gedirdilər. Ona görə də bütün Azərbaycan xalqı həmin şəhidlərə, şəhidlərin analarına, atalarına mənəvi cəhətdən borcludular. Bir daha şəhid anaların, burada iştirak edənlərə bir də deyirəm, bacılarım, özünüzü məğrur tutun. Siz qəhrəmanlar yetişdirmişsiniz. Şamaxıda da bu müharibədə 44 demək müharibədə 43 şəhidimiz oldu. Antiterror əməliyyatında 5 şəhidimiz oldu və Azərbaycanın torpaqlarının azad olunmasında Şamaxı onlarda öz itlərini dedi. Onlardan biri Çabuhi Hüseynov, komanda şəhidi. Və bildiyiniz kimi komanda hər bir siyadı verilmir. Vətən uğrunda xüsusi təyinatlar, komanda və digər hərbi hissələr var. Onların nümayəndələrindən biri Çabuhi antiterror əməliyyatında iştirak elədi və öz cavan canım vətən torpağının azadlığı uğrunda qurban verdi. Və Azərbaycan Prezident tərəfindən Rəşadət ordeni və digər ordeni medallarla təltif olundu. Rəşadətli oğlana bütün Azərbaycan xalqı minnətdardır. Və mən də bir şəhid atası kimi, qardaş, deyirəm, Allah balva rəhmət eləsin, Allah sizə sabır versin ona. Sağ olun. Teşekkür ederim. Çok sağ olun. Şəhid atası namaz buyur. Kim danışıyor? Herkese salam edirəm. Allah yerin cənnələsin, məhdud qardaş. Allah sabrınızı versin. Axırdanınızı olsun. Allah hər birinizə səbr versin. Sağ olun. Çok sağ olun. Teşekkür ederim. Antiterror şəhid ataları buradadır. Her birine teşekkür ederim. Buyursun, kim danışmak istiyor buyursun. Bir nefere danışmaya söz veririm. Buyurun. Buyur müəllim. Bu günləri biz Sabuhi balamızın mövluduna yığışmışıq, məzarı üstündəyik. Həmən bu oğullar cavan canlarından keçərək Azərbaycanın suverenliyin, ərazi bütövlüyün tam olaraq bərpa elədilər. Allah bütün şəhidlərimizin məqamını uca eləsin. Allah bütün şəhid valideynlərinə səbir versin. Sabuhi balamız haqqında çox şeylər danışmaq olar. Mən 7-8 gün bundan öncə Məhbubla görüntülü danışa-danışa həmən Sabuhi balamız şəhid olan yerləri qarış-qarış yazmışam. Hamısını da onun atasına göstərmişəm. Bu balalarımız az yaşlarına baxmayaraq çox böyük işlər gördülər. 23 saata Azərbaycanı tam olaraq ərazi bütövlüyünü bərpa elədilər. Gör bizim nə qədər qüdrətli, şanlı ordumuz var ki, 23 saata bir belə rayonlarımız yağı düşməndən azad olundu. Allah bütün şəhid valideynlərinə səbir versin, məqamları uca olsun. Çok sağ olun, teşekkür ederim. Dolğun düzgün halal çıkışı düşün. Söz, şahit anası Pakistan hanım yakın gel, kaçıp durma kenarda. Gel buraya. Yol vermeden karşı edelim. Vaktimiz kesin de çaldı. Ha, Hər vaxt olsun. Ağbatın xeyir. Xoş gəlmişsiniz, hörmətli axundumuz, hörmətli axsaqqalımız, Məhbub qardaş. Balon cənnətdə dəyişməyən mövludu mübarək. Qurban olum onların yatdığı torpağa. Allah ordumuzu, Allah millətimizi qorusun. Amin. Çox sağ olun ki, bizləri bu balalarımızın belə günündə tək buraxmırsınız. Allah razı olsun. Sağ olun, var olun. Teşekkür ederim. Çok sağ olun. Söz, şahit atası Ceyhun müəllim buyur buradasan. İştirakçıların uzaqdan yaxından gələn qonaqlarımızı mən ailəm adına çox sağlığı verirəm. Allah qəbul olsun deyirəm. Bilirsiniz ki, Sabuhi balamız antiterror əməliyyatlarında şəhid olub. Qəhrəmancasına Fərid balamız. Allah şəhidlərimizin ruhunu şad eləsin. Onları boya başa çatdıran analara mən təşəkkür edirəm. Onların
əlindən öpürəm. Şəhidlərimizin qarşısında baş əyirəm. Mən xüsus təyinatlı Sabir Heydarovun atasıyam. Bilirsiniz ki, bizim torpaqlarımız əsrlər boyu idi ki, işğal altındaydı. Ana bacımız, hələ sonra 92 müharibəsi, mən özüm də 1-ci Qarabağ müharibəsi iştirakçısı olmuşam. Çox oğlum döyüşür. Əsrlər boyu bizim torpaqlarımız işğal altında olub. Amma bizim balalarımız o 200 ildə şəhid olanların, 92-ci ildə şəhid olanların, 2020-yə qədər şəhid olanların qisasını aldılar. 44 günə də torpaqlarımızın qismən düşməndən azad elədilər. Antiterror əməliyyatında da balalarımız qalan Xankəndi istiqamətində qalan torpaqlarımızı azad elədilər. Allah balalarımızdan razı olsun. Bayrağımızı göylərdə dalğalandırdılar. Bütün dünyada biz indi öz sözümüzü deyirik. Allah qazilərimizə şəfa versin. İndi hal-hazırda bilirsiniz ki, bizim balalarımız soğuqda, qiyamətdə düşmənlə üzbəyüzdülər. Allah onların canını sağ eləsin. Bir daha şəhid ailələrinə, bütün cümlə ölkəmizdə olan bütün şəhid ailələrinə Allahdan səbir diləyirəm. Onların qalan balalarını Allah xoşbəxt eləsin. Qalan balalarımızın xeyrini görək. Allah hər birinizdən razı olsun ki, bu günləri Səbuh balamızın ailəsinə gəlmişsiniz, təsəlli olmuşsunuz. Çox sağ olun. Təşəkkür edirəm. Şəhidlərimizin günkü mövludu da mübarək olsun. Bir daha Allahdan səbr arzulayıram. Çok sağ olun. Çok sağ olun Ceyhun müəllim. Şəhid anası, Faşlı xanım buyur qarşımdasın. Faşlı bağışla, Nəcimə xanım. Allah razı olsun. Aksaqqal dədə, Allah köməyin olsun. Allah qardaşım bacım sizə səbir versin. Allah şəhid ailələrinə səbir versin. Amin. Allah qazilərimizə can sağlığı versin. Allah ordumuzu qorusun. Amin. Allah axundumuzun canını saxlasın. İcra başçımız, icra nümayəndələrimizin canını saxlasın. Biz fəxr edirik ki, Tahir müəllim kimi bizim icra başçımız var. Onların köməkçisi var. Təşəkkür edirəm. Allah qazilərimizə can sağlığı versin. Şəhidlərimizin məqamı ucağı, yeri cənnət olsun. Amin. Hörmətli Bahar xanım. Aranı kəsmirəm, buyur. Şəhid anası. Mənim biraz da arkaya yana zəhmət olmasın. Mən də hər birinizi salamlayıram. Çox sağ olun, bizə söz verdiniz. Buyurun, buyurun. Allah balamızın yerini cənnət eləsin. Atasına, anasına bol səbir versin. Çox sağ olun, bizə söz verildi. Qonaqlar çox olar qalmışdı. Çox sağ olun. Allah cəm şəhidlərimizin yerini cənnət eləsin. Çok sağ ol, təşəkkür ederim. Şəhid Mikail'in anası. Buyursun. Buradan. Kaçdan gələn qonaqlar da var. Ha, verəcəyik hamısını, verəcəyik hamısını. Əvvəla Allah səbir versin qızım. Səbuhimizin atası, Məhbub. Məhbub qardaş, Məhbub oğul. Siz illərdir, artıq 5 ildir belə məclislərdə olursunuz. Biz bu sıralara təzə qatılmışıq. Bahar ana, burada görüşürük, çox təəssüf. Təəssüf deyil, gözəl yerdir burada görüşmək. Sən təəssüf demə. Yox, elə demirəm də. İndi siz bilirsiniz də bir ana Bəli, ki, bəli. qurban sizə. Kaş ki bu balaların gözəl xeyir günlərində görüşərdik. Buyurun. Bir antiterror şəhid anası kimi borcumdur. Bugün Bakıdan Səbuhi kimi, burada uyuyan bütün oğullar kimi nə qədər qəhrəman oğulların anası buradadır. Vüqar oğlunun anası Telli ana, igid, qəhrəman əskərimiz, İyasın anası, bəli. Sadəcə biz gəlmişik deyə, ona görə deyirəm. Zeynalımızın anası. Adların çəkdilər gəlsin yaxına. Adların kimin çəkirsə gəlsin yaxına qarşıya. Gəlin yaxına bala. Həmidimizin anası, Tovuzdan gələn. Gəlin yaxına. Gəlin yaxına. Ərandan gələn, xahiş edirəm, gəlin. Gəlin yaxına. Döyüşək, Hamısı şəhid anası değil bunlar. Buradan düşənlər də şəhid anası. Gəlin yaxına. Sağlamımızın anası, etibarımızın anası. Aha. Yəni belə analarımız çoxdur. Allah canlarını Qarşılarında baş əyirəm bütün şəhidlərin analarına, qızım yerində olan analara canım qurban. Nə deyim? Allah səbir versin. Çox sağ olun. Buyurun. Sağ olun. Mən Qusardan gəlmişəm bura. Allah rəhmət etsin, məkanları cənnət etsin. Çox sağ olun. Çox sağ olun. Ruhu şad olsun, məqamları ucadan da uca olsun. Amin. Səbuhi balama da dəyişməyən mövludunu mübarək edirəm. Ataya, anaya səbir. Çox sağ olun. Təşəkkür ederim. Buyurun bacım.
Bu balama. Sahip ola xahişlərim Nəcim. Başı qürurludur. Sabır da mənim balamdır. Bütün şəhidlər mənim balamdır. Hər birinə qurban olur. Yatdığı torpağa qurban olur. Gör necə qəhrəman ata-analarsınız ki, Sabığı kimi evladınız var. Sabığı kimi Sabığı sevənlər var. Sabığın adını yaşadanlar var. Sağ olsun xalqımız, cəmaatımız, şəhid sevərlər belə şəhidlərimizi tanıdırlar, yaşadırlar. Hər yerdə görürük şəkillərini. Ancaq şəkillərlə təsalli tapırıq, videoları ilə təsalli tapırıq. Bir də dərd ortaqları bir yerə yığılanda ancaq balalarımızdan danışırıq. Allah hər birimizə Çox sağ olun, təşəkkür edirəm. Danışmaq istəyən var? Qəhrəman oğlumuz Raminin anası. Ha, Rahman anası, buyur bacı. Mən də hamını salamlayıram. Bugün Səbuhi balamızın işində yaşmışıq. Onun mövlududur. Deyirəm cənnətdəki mövludun mübarək olsun bala. Yatdığın torpaqda indi rahat uya bilərsən. Uğrunda canın verdin, qanın tökdün torpaq bu gün azad. Allah cəm şəhidlərimizin ruhunu şad eləsin, məqamımızı eləsin, ruhlarını da şad eləsin. Anamızla, atasına bol-bol səbir versin. Çox sağ olun, hər birinə təşəkkür edirəm. Hər birinə təşəkkür edirəm. Oradan zəhmət çəkib gəlmişsiniz, buradasınız. Şamağı şəhidlər xiyabandasınız. Buyur. Mən Beyləqan rayonundan şəhid kapitan Həmid Həmidlinin anasıyam. Bugün Səbuhi balamızın mövlududur, onu ziyarətə gəlmişik. Ölüm var, ölüm. Bu elə bir şəhadətdir ki, illər, əsrlər, hətta qənirələr keçsə belə, onlar daimi insanlarımızın yaddaşında qalacaq, tarixlərə yazılacaq və bir örnək olaraq gələcək nəsillərə bu qaydada ötürüləcəkdir. Bəli, çox ağırdır. Mən həmişə deyirəm, bugün də deyirəm ki, bu ağır dərdimizin, dağ boyda dərdimizin, dağ boyda da fəxri qüruru var. Bu ağır, necə deyim, itkinin arxasında bir məqam və bu məqam da bu ağır dərdimizə bir təsəllidir. Allah bütün şəhidlərimizin məqamını uca eləsin, məkanları cənnətdir. Çox sağ ol, təşəkkür edirəm. Buyurun. Salam, hörmətli tədbir iştirakçıları. Allah'tan şəhidimizə rəhmət diləyirəm, məqamlara daha da uca olsun. Biz bir neçə il bundan əvvəl bir-birimizi tanımırdıq. Amma bu oğulların sayəsində biz birləşdik. Necə oğullarımız birləşib, yağı düşmən tapdağı altında olan torpaqlarımızı azad etdi. Eləcə də biz birlik olub, biz şəhid valideynləri, o şəhid evlatlarımızı yaşatmalıyıq. O oğulların sayəsində 30 illik işğala son qoyuldu. Torpaqlarımızın bütünlüyü, suverenliyi bərpa oldu. Allah ruhların şad, məqamların daha da uca eləsin. Allah bütün şəhid valideynlərinə səbir versin. Buyur. Buyur, sizinlə, buyur bacı, ay bacı. Sizinlə, buyur. Mən danışdım. Allah Buyur. Qasımov Cəlilin anası Tovuzdan. Mən ataya, anaya Allahdan səbir istəyirəm. Allah sizə səbir gücü versin ki, evlatlarınızı... Çox sağ ol, təşəkkür edirəm. Yaxın gəl bacı, yaxın gəl Allah kimlər. Buyur. Yaxşımışıq, şan alamın, dəyişməyən mövludunu təbrik edirəm. Analarla, atalarla səbir diləyirəm. Mən Yasinin, Asimin anasıyam. Allah şəhidlərimizin məqamını uca eləsin. Amin. Onsuz da onlar tarix yazıb getdi. Bəli. İzlərin qoyub getdilər onlar. Sözlərim dedilər getdilər. Həmişə onlar yaddan çıxmayacaq. Həmişə Heç bir vaxt. deyiləcək. Allah onların məqamı uca eləsin şəhidlərimizin. Qazilərimizə can sağlığı, Allah ordumuzu qorusun. Amin. Şəhidlərimizin məqamı uca olsun. Təşəkkür edirəm. Buyur. Buyur. Çox sağ ol. 10 gün qalmışdı Davidin uşağı. Gəl. Səbuhi ilə eyni 10 gün qalmışdı. Ha, buyur. Semih xanım, buyur. Ben de antiterror şəhidi Cəlal Davidin anası olaraq bugün Sevilə bacıya, məhbub qardaşlara onu demək istəyirəm ki, Səbuhi balamız igid bir oğul olub. Yəni şəhidlik hər kəsə nəsib olmaz. O şəhidlik o kəslərə nəsib olur ki, onlar qəhrəman olur, cəsur olur, mərd olur. Ruhu şad, məqamı uca. Şəhidliyindəki ikinci mövludu da mübarək olsun. Amin. Bundan sonra dərd verməsin Allah. Təşəkkür edirəm hər birinə. Buyurun. Buyurun. Kim de danışmaq istəyir, buyurun. Buyurun. Qobustandan gələn, siz yerinizi verin, Qobustandan gələn şəhid analarına xahiş edirəm. Mən də Sabirabad rayonundan gəlmişəm. Şəhid Məhəmməd Həsənov Qasimin anasıyam.
Səbuhi balanın bugün cənnətdəki dəyişməyən mövlududur. Ataya anıya Allahdan səbir diləyirəm. Təşəkkür edirəm. Mən də Qobustandan gəlmişəm. Şəhriyyər Oxusalın anasıyam. Səbuhi balamızın mövludu mübarək olsun. Cənnətdəki ikinci mövludu mübarək olsun. Allah atasına anasına səbir versin. Allah ordumuzu, əsgərlərimizi qorusun. Hər birinizə təşəkkür edirəm. Şəhidlərimizin yerin cənnət eləsin. Ruhu şad olsun. Şamaxı 6 saylı tam orta məktəbinin müəlliməsi buradadır. Babəklə bir yerdə. 2 müəllim var burada. Babək müəllim, buyur söz sizə verirəm. Hər birinizi salamlayıram. Şəhər 6 saylı orta məktəbin tarix müəlliməsiyəm. Bu günləri Səbuhi balamızın Sağ sola xahiş edirəm. valideynlərini ilk dəfə görürəm. Düzdür, mütəmadi olaraq şəhid ailələri ilə görüşsəm də ilk dəfə də sizi görürəm. Qarşınızda baş əyirəm. Çox sağ ol, təşəkkür edirəm. Amin. Dərs dediyim şagirdlərin, Zöhrabın, Ağacanın valideynini görürəm burada. Tərlanın valideynini görürəm. Hər birinin qarşısında baş əyirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Hər birinizin qarşınızda baş əyirəm. Çox sağ ol, təşəkkür edirəm. Sübhan, şəhid atası, buyur. Anı. Buyur. Mən də Qobustan rayonunun Bədəlli kəndindən Burxan ocağına bütün Şamaxı əhlinə salamlarımı gətirmişəm. Sağ ol. Allah şəhidimizə rəhmət eləsin. Amin. Atasına, anasına Allah səbir versin. Amin. Bugün o mövcud dayı yaşıdır. Allah yaşı mübarək eləsin. Diqqətinizə görə çox sağ olun. Təşəkkür edirəm. Sübhan, şəhid atası, buyur. Buyur. Adan da var mı orada? Hər vaxtınız xeyir olsun. Tarif güzel. Əziz şəhid anaları, şəhid ataları, qonaqlarımız, bu günləri məlum ki, hamı məhbub qardaşımız dayaq durmadınızdır. Evladının az günə görə yığışıb bura. Məhz Səbuhi kimi oğlanların sayəsində biz burada dayanırıq. Bizim şəhərli bayrağımız alınmaz verən Şuşada, Qarabağda dalğalanır. Məhz bu şəhidlərimizin sayəsində. O şəhidlərimizin qəhrəmanımız da biri bizim Səbuhi balamızdır. Ta 92-dən bəri minlərlə, 10 minlərlə şəhid vermişik. Niyə görə? Ona görə ki, onlar bizim Azərbaycan suverenliyidir. Şəhərli bayrağımızın bütöv Azərbaycanda dalğalanması üçün öz əziz canlarına keçirlər. Səbuhi kimi balanın sahəsinə Azərbaycan bütövləşdi, xalq birləşdi, birlik bərabərlik bildi. Bilirsiniz ki, 100 illərdə Azərbaycan torpaqları ancaq gedirdi. Rayonlarla, başa belə deyim, hektarlarla, 1000 hektarlarla yerlər verilirdi. Məhz bizim dövrümüzdə şükür ki, biz o zəfəri gördük. Səbuhi kimi balaların sayəsində, şəhidlərimizin sayəsində, döyüşən qazilərimizin sayəsində biz zəfər gördük. Zarafat deyil, 18-ci əsrdən bəri bu torpaq zəfər görmürdü. Buna görə biz bütün şəhidlərə, bütün bu torpağı qoruyan oğul və qızlarımıza borcluyuq. Dövlətimizin başçısına borcluyuq. Çünki o bizə gözəl sakitlik günlər gətirdi. Bizim balalarımızın qanı bağışında olsa belə, bu zəfər bizim sayemizdə, bizim balalarımızın sayəsində, Azərbaycan torpağında yaşayan bütün xalqların sayəsində oldu. Bu balalar bizim ağ günə çıxartdı. Bu balaların günü saxlamaq üçün, bunların qaldırdıqları bayrağın enməməsi üçün xalqın birliyi, bərabərliyi lazımdır. Bu bərabərliyi saxlayıb, inşallah buyursunuz, gəlib şəhid tədbirlərində yüzlərlə, minlərlə insan iştirak edir. Bu birlik, bərabərlik deməkdir. Mən bütün xalqıma, dövlətimə ona arzu edirəm ki, biz 92-ci ildə miras qoyduq bu balalar üçün. Bu balalar gələcək üçün miras qoymadı. Bunlar gələcək üçün bizim torpaq, ağ günlər qoydular, getdilər. Bunlar bizim yarımçıq qalan işlərimizi davam etdirdilər, torpaqlarımızı aldılar. O vaxt biz də döyüşmüşdük, amma 20% torpağımız gelmişdi. Döyüşməsəydi bəlkə də 50% torpaq gedərdi. Hamı bilir ki, 100 il, 107 il bundan qabaq Şamaxıda 8 min, 10 min Şamaxı əhalisini qırıblar. Yəni bütün Azərbaycanda qətliam yapıblar. Bu şəhidlərimizin sayəsində indi azadlıqdır. Bizim torpağımızda düşmənlər gəzmir. Bizim də üstümüzə düşən şəhidlərimizi həmişə baş üstündə tutmaqdır. Torpağın, müstəqil torpağın varsa, o torpaqda həmişə şəhid olur. Amma şəhidin azı çoxu var. Yəni dövlət bir olsa, xalq bir olsa müharibə də olmaz. Çünki bizim birliyimizi görüb heç kim bizim torpaqlarımıza girə bilməz. Biz pərakəndə olduğumuza görə bizim torpaqlarımıza girdilər. İndi şükür Allah birik. Səbuhi kimi şəhidimizin sayəsində torpaqlar bərabər olub. Allah cəmaatımızı birliyin, bərabərini qorusun. Allah ordumuzu qorusun, ordumuz yurdumuzu qorusun.
Biz şəhid atası olaraq, biz özümüz də bizim bütün şəhidlərimizə borcumuz var. Allah onların yerini cənnət Amin. etsin. Allah onlardan razı olsun, biz onlardan razı yox. Amin. Allah köməyiniz olsun hamımızın. Çox sağ ol, Qardaşlarıma təşəkkür da, ederim. bacıma da başlarına verirəm. Allah səbir versin, bir dənə səbir. Başqa bizim heç bir işlərimiz gəlmir. Çox sağ olun. Sağ ol, sağ ol, təşəkkür. Buyur bacı. Herkese salamlayıram. İndi Bakıdan gəlmişəm. Mənim Kamal oğlumla Səbuhi balamız bir yerdə döyüşüblər. Qəhrəmancasına döyüşərək şəhid olmuşdular. Yəni biz balaların deyim ki 30 il bundan qabaq bizim balalar dünyada yox. Sakit ola xahiş edirəm, tədbir gedir. 30 il bundan qabaq, yəni 30 il idi ki, düşman taxtağı altındaydı da torpaqlarımız. 30 il bundan qabaq bizim uşaqlar həyatda yox idilər. Yəni bunlar həyata gələndən necə qəhrəmancasına böyüyüblər, necə məsəl üçün ata-analar sizə də minnətdaram ki, o cür tərbiyə veriblər. Siz ana, ata məsəl üçün belə tərbiyə vermişsiniz, qəhrəmancasına da ailədə övlad böyütmüşsünüz. Yəni o nədən irəli gəlir? O ondan irəli gəlir ki, vətənpərvər hissi olub canında, qanında, ailədən o cür tərbiyə görüb. Ona görə də qorxaqların orada nə işi var axı? Mərd, cəsur, igid, qəhrəman oğullar orada məsəl üçün döyüşür, şəhid olub, qazi olanlar olub. Yəni orada qorxaqların işi olmuyor. Bu cür oğullar qəhrəmancasına, ürəkli, şir kimi oğullar gedir qabaqda. Şəhid olanlar da məhz bunlardır. Ona görə də deyirəm, ana sənə minnətdaram, ata sənə minnətdaram ki, bu cür oğul dünyaya gətirmişsiniz. Bu cür qoy, belə oğullar gənc nəslə örnək olsunlar. Səbuhi balamız kimi oğullar gənc nəslə örnək olsunlar. Bunlara baxıb heç olmasa qeyriyyət deyilən şey var, bu vətənpərvər qeyriyyət, onlarda da o his yaransın, oyansın ki, bunlardan sonra onlara tapşırılır vətəni qorumağa. Yəni bunlar aldılar, verdilər gələcək nəslə. Gələcək nəsil də bunlara baxıb örnək götürsünlər, onlar da möhkəm saxlasın torpaqları. Düşman taxtağı altından, məsəl üçün necə deyim sizə, düşmanlardan qorusun. Bir daha düşmanlar yəni hücum eləməsinlər, gözlərini dikməsinlər torpağa. Məlum məsələdir ki, yəni bir daha baş qaldırsalar, yəni var. Yenə də qəhrəman oğullar var ki, yenə də alacaqlar o torpağı əmcisi. Tərbiyə verilsə, Kamal bala Səbuhini namaza çağırdı, namaz qıldı bilirdi. Çox sağ olun, təşəkkür edirəm bacayım. Bu dolğun, düzgün, halal çıxışınız üçün. Yerləri cənnət olsun. Çox sağ olun, təşəkkür. Məqamı çox sağ olun. Çox sağ olasın. Siz ziyarət iştirakçılarını salamlayın. Uşaqlara yer verək, buradan keyiflən uşaqlar olacaq buradan. Məhbub qardaş, Allah Keçin, biraz oradan uşaqlara yer verək. Dəyişməyən ad günü mübarək olsun. İnşallah. Səbuhi balamızın timsalında Allah cəm şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət, məqamları uca olsun. Hara gedirsən? Allah valideynlərinə, bizlərə səbir versin inşallah. Allah köməyiniz olsun. Təşəkkür edirəm. Şehir deyəm uşaqlar, yerinizdə alın. Buyur. Mən də bütün ziyarət iştirakçıları hamınızı salamlayıram, şəhid atası olaraq. Allah Səbuhi balamızın məkanın cənnət, məqamınızı eləsin. Amin. Onlar antiterror əməliyyatı ilə ərazi bütövlüyümüzün, suverenliyimizin bərpasına tam nöqtə qoydular. Allah 44 günlük savaşda, aprel döyüşlərində şəhid olan bütün 1-ci, 2-ci Qarabağ savaşında, antiterror məsələsində bütün şəhidlərimizin məqamın, uca məkanların cənnət eləsin. Amin. Onlar bütün ərazi bütövlüyümüzü təmin elədilər. Allah onlardan razı olsun, cəmi şəhidlərimizin məqamı uca olsun. Allah dövlətimizi, dövlətçiliyimizi qorusun. Bizim birliyimizi, bərabərliyimizi əlimizdən alsın. Allah hamımızdan razı olsun. Çox sağ olun. Hörmətli cəmaət, əziz qonaqlar, tədbir böyük tədbirdir. Həmişə böyük tədbir olub burada. Burada xırda tədbir, tədbirin xırda oldu, böyük oldu, heç bir fərqi yoxdur. Şəhid tədbirdir. Burada tədbir bu günləri izdihamlıdır. Həmişə izdihamlı olub. Odur ki, Allah Teala sizin hər birinizin qalan bağlarını salamat eləsin. Şəhid bağlarımızı Allah Teala cənnətində eləsin. Şəhid atası, Zakir buyur. Allah şəhidimizin ruhu şad olsun. Valideynlərinə səbir. Çox sağ ol, təşəkkür ederim. Mənə məlumat verirlər ki, uşaqlar düşür. Uşaqları şehir deyəcəklər. Buyur.
Dalğalandı Qarabağda bu gün zəfər bayrağımız. Heç vaxt yerdə qalmayacaq axıdılan qanlarımız. Düşmənlərdən təmizləndi dədə-baba torpağımız. Canlarını fəda edən şəhidlərin ruhu şaddır. Deyin Polad Həşimova, Qarabağ artıq azaddır. Məhv elədi düşmənləri, dastan yazdı şanlı ordum. Xocalıda öldürülən hər can üçün hesab sordu. Baxın görün 30 ildə neçə oğul şəhid oldu. Cənnətdədir onlar bugün, şəhidlikən uca atdır. Xəbər olsun mübarizə, Qarabağ artıq azaddır. Qarabağ Türk torpağıdır, yenə elə qalacaqdır. Qarabağa göz tikənlər başlarından olacaqdır. Şanlı ordum yenilməzdir, daim zəfər çalacaqdır. Qarabağ Türk torpağıdır, gerisi cəfəngiyatdır. Şəhidlərim, qazilərim, Qarabağ artıq azaddır. Ha, bu de bala. Geri dönməyəcək gedən oğullarımız. Geri dönməyəcək gedən oğullarımız. Dayaksız qalacaq. Sən de ne? Dayaksız qalacaqdır atasız qızlar. Ümidsiz analar, ağlarsızlar. Bu dünyaya Onlar üçün el çatmaz qalar. Teşekkür ederim. Buyur. Yox, elə ikisi desin. Lezzet işte. Öp üzerine. Var yine. Çok sağ olun. Sizi hazırlayan müellime teşekkür ederim. Çok sağ olun. Çok sağ olun. Buyurmuş mu ben? Sağ olun Ağsaqqal. Azərbaycan torpağının ən müqəddəs yeri şəhid məzarlarıdır və burada olmaq bizim qürur borcumuzdur, şərəf borcumuzdur. Vətən olmaz dövlət varı ilə, vətən olar övladları ilə. Bu torpağı, bu milləti, bu vətəni, bu Azərbaycanı böyük eləyən, bizim cənnət bildiyimiz, cənnət dediyimiz Qarabağdan öz cənnətinə köçən şəhidlərimizin ruhuna indi Azərbaycan bayrağı bax belə sığal çəkir dalğalanmağı ilə, əsməyi ilə. Ölüm sevinməsin qoy, ömrünü vermir bada, el qədrini canından daha əziz bilənlər. Şirin bir xatirə tək qalacaqdır dünyada, sevərək yaşayanlar, sevilərək ölənlər. Şəhidlərimiz vətəni sevib canlarını bu vətənə hədiyyə etdilər, fəda etdilər. Biz də bugün şəhid valideynlərinə baş əyirik. Bütün vətənimiz adından, Türk dünyası adından, şəhidimizin doğulub boya başa çatdığı Adnalı kəndindən, kənd orta məktəbinin balaca şagirdi, mənim kiçik dostum Emin balamız da bir şeiri ilə şəhidimizin bugün doğum günündədir. Buyursun. Sönen değil bu vətəndə bu olacaq. Bu olacağı alıştıran mehi var. Yurt sevgilərin yağıdır. Hər ürəkdə sevgilərin yağı var. Bir silah var her biləyin üstündə. Min yara var bir küləyin üstündə. Hər çiçəyin əllə çayın üstündə. Əskərimin yanağının şeyi var. Akan qalla çəkilibdi hasarı. Əskər olur hər rəssamı yazarı. Hər ürəkdə bir şeydir məzarı. Hər məzarda bir ananın ahı var. Gerçək olur hər yoxsu bu xalqın. Barıtlıdır hər qoxusu bu xalqın. Göylərdən də yox qorxusu bu xalqın. Çünki göydə şəhidlərin ruhu var. Çok sağ ol, teşekkür ederim. Çok sağ ol. Şəhid əsası, xan Məmməd buyur. Əziz hörmətli şəhid ataları, şəhid anaları, Allah cənnət eləsin. Hər biri bunların qəhrəman. Hamımızın da gələn əğul var olsun. Bizləri yada salın. Allah hamımıza razı olsun. Çok sağ ol. Şəhid ataları, şəhid ataları. Teşekkür ederim. Sen bir şey yanımda olursan. Çok sağ ol. Ha, Vahid müəllim buyur. Çok sağ ol, mən də. Tamam sen canısın. Ne da? Bizim için bunlar ölmədi, yəni yeganə bir
Oğullar ki onlar ölmüş, onlar bizim qəlbimizdə yaşayır. Bizim millət haqq yolunda mübarizə aparır. Ona görə də onlar şəhidin adına layiqdir. Biz kiminsə torpaqlarında gözümüz olmuyor ki, gedib orada bir Mərdimazar adı, gedib bir Yezid adı alaq. Biz yeganə millətik ki, öz torpağımız uğrunda mübarizə apardıq və belə bizim qəhrəman oğullarımız orada şəhid oldu. Yəni onlar ölmədilər, onlar şəhid oldular. Allah hər birinə razı olsun. Amin. Qarşıdan gələn bütün anaların, bütün ataların da Ramazan bayramı mübarək deyirəm. Çok sağ olun, teşekkür ederim. Orucunuz və niyyətiniz var, qəbul etsin. Amin. Teşekkür ederim. Teymur'un anası şahit, Teymur'un anası buradadır, buyursun. Teymur'un anası şahit. Tevfik müəllim, buyur, şahit atası. Çok sağ olun. Arıq müxahiş edirəm, məni çaşdırmayın, qoyun şimdi öz qaydasına geçsin. Çok sağ ol, Allah razı olsun. Teşekkür ederim. Məfhum kardeş, Sevda bacı, Allah balozun yerin cennet, mekanın cennet, mekanımız eylesin. Kalan balozun, yerin toyu olsun. Allah'a şükür kapımıza şatlığa geledi bu günler böyle. Cəmi şəhidlərimizin Allah razı olsun. Çok sağ ol, teşekkür ederim. Merdan kardeş buyur. Her vaktiniz hayır olsun. Arbatın xeyir. Yardım kardeş. Allah balonun mekanını cennet. Amin. Allah bütün şəhidlərimizin mekanını cennet. Güçlü, qüdrətli ordumuzu var etsin. Bir daha Allah mekanını cennet etsin bütün şəhidlərimizin. Allah sağ sabır versin. Allah kazma sabır versin. Allah gözün versin. Teşekkür ederim. Şahit atası İmran buyur. Değerli şəhid valideynləri, mənim dərd ortaqlarım, hər birinizi salamlayıram. Əziz ziyarət iştirakçıları. Allah bu qəhrəman şəhid balamızın cənnətdə adını mübarək eləsin. Bu şəhid balalarımız, bu xalqın, bu millətin yaxşı yaşamağı naminə öz şirin canlarını və torpağa qurban verdilər. Allah şəhid balalarımızın hər birini yeri cənnət eləsin. Biz atalara Allah qala bol gözünü versin. Allah qalan balalarımızı, nəvələrimizi xoş günə qismət eləsin. Şəhidlər hər biri bizim baş tacımızı, qürur yerimizi, şəhid arasında fərq qoymaq çox səhv böyük bir işlərdir. Bunların hər biri bizim baş tacımızdır. Hər biri, fərqi yoxdur. Ya general olsun, ya saldat olsun. Bir ad var, şəhid adı. Əsas məsələ olur ki, Allah biz valideynləri ömür versin ki, bu balalarımızı yaşadar. Allah dövlət başçımızı qorusun. Rahim icra hakimiyyətimizə can sağlığı versin. Dövlət nümayəndələrindən şəhid qədri bilən hər bir kəsə Allahdan can sağlığı. Allah Hacı qardaşımıza, Aksaqqalımıza, hər birinizə can sağlığı versin. Allah bütün şəhid sevər insanların canlarını sağ eləsin. Mənim dərd ortaqlarım, bacılarım, qardaşlarım, hər birimizə Allah bol gözünü versin. Məbud qardaş, Sevda bacı. Allah bu nur üzlü bağımızın yerini cənnət etsin. Bunların hər biri bizim baş tacımız, nur yerimizi, Allah yerlərin cənnət etsin. Amin. Çok sağ ol qardaş. Faik müəllim buyur. Şəhid atası. Çok sağ olun. Bizim atamız var. Allah sevgisi versin. Bir bağımızın mekanı cennet. Onlar göz qabağındakı öz qəhrəmanlıqlarını göstərdilər və xalqımıza, elimizə, obamıza yararlı övlad oldular, dəyərli övlad oldular. Allah onların timsalında cəm şəhidlərimizə rəhmət eləsin. Allah köməkli olsun. Gül balamızın xeyir işini görəsin bundan sonra. Teşekkür ederim. Çok sağ olun. Gazilere söz verdim. Biri de benim yanımdadır. Buyursun. Allah rahmet eylesin. Allah sabrınızı versin. Her zaman borcumuzdur, gurur yerimizdir. Buranı gelip ziyaret edin. Allah sizlere sabır versin. Bu cür oğul yetiştirmişsiniz, canlarından keçdiler. Sağın terör əməliyyatında şəhid oldu qardaşımız. Cənnətdə kimi ödül qardaşımız. Yine diyorum Allah sabrınızı versin. Çok sağ olun. Teşekkür ederim. Allah bütün şəhidlərimizin məkanını cənnət eləsin. Gördüyünüz kimi şəhid Səbuhi Hüseynov, Məhbuboğlu
9 günü qalmış axırıncı döyüşdə, antiterror döyüşündə qəhrəmancasına şəhid olub. Allah məkanını cənnət, ruhunu şad eləsin. Bu günlərin burada bütün rayondan, bütün şəhid anaları, şəhid ataları gəlibdir. Allah balalarımızın ruhunu şad, məkanını cənnət eləsin. Allah sizlərə səbir versin. Mən bir söz deyim, 44 günlük vətən müharibəsi, antiterror, aprel, 92 fərqi yoxdur. Şəhidin bir adı var, şəhiddir. Ən uca zirvədir. Allah məkanını cənnət eləsin. Bu günlərin bizim şəhid Səbuhi Hüseynovumuzun doğum günüdür, mövlududur. Allah ruhunu şad eləsin. Bu günlərim bu gün Füzuli rayonundan şəhid Ülvi qardaşımın atası Bəhruz ata, Allah atamıza can sağlığı versin. Allah kömək olsun. Allah balasının ruhunu şad eləsin. Bu günlərim mənim Səbuhi qardaşımla Ülvi qardaşımın bu cürə bir xalçasını düzəltdirib atamıza təqdim edəcəm. Allah Ülvi qardaşımın da, Səbuhi qardaşımın da və bütün şəhid qardaşlarımın məkanını cənnət eləsin. Allah ruhunu şad eləsin. Ata çox sağ ol. Allah balanın ruhunu şad eləsin. Şəhidlərimizin məqamını Buyurun, bunu sizə təqdim edəcəm. Buyurun. Mən bir də çatdırım, Beyləqandan bizim Həmidli Həmid var, antiterror şəhididir. Allah ruhunu şad eləsin, anamız Beyləqandan gəlib, Allah balavın ruhunu şad, məkanını cənnət eləsin. Gördüyünüz kimi solumda da Hüseyin qardaşımın atasıdır, Əfqan atadır. Allah balavın ruhunu şad eləsin. Hüseyin qardaşımla da Həmid qardaşımın ailəsi bu cürə Səbuhi qardaşıma belə bir xalça düzəltdirib, gətiriblər. Allah balavızın ruhunu, ata, Allah balavızın ruhunu, bütün şəhidlərimizin ruhu şad, məkanı cənnət olsun. Allah səbir versin, ana, bu da sizə təqdim olunur. Və Samuqdan bizim şəhid Sənan qardaşımız, Allah məkanını cənnət eləsin. Onun yeznəsi buradadır, ana gələ bilmədi. Ana bu cürə bizim şəhid qardaşlarımızın bu cürə bir tablosunu düzəltdirib. Allah məkanlarını cənnət, ruhunu şad eləsin. Bu da sizin evinizə təqdim olunacaq. Ev muzeyinə qardaşımızın Allah ruhunu şad eləsin. Və Bakı şəhərindən bizim antiterror şəhidlərimizin ataları buradadır. Ata, Allah balavızın ruhunu şad, məkanını cənnət eləsin. Antiterror şəhidləridir gördüyünüz kimi. Allah ruhlarını şad eləsin. Ata, Allah balavın ruhunu şad, məkanını cənnət eləsin. Bu da ki, ata, sizin evə hədiyyə olunacaq. Gördüyünüz kimi Bakı şəhərindən gələn şəhid analarımız, şəhid atalarımız gətiribdir. Allah balalarının ruhunu şad eləsin. Allah bütün şəhid qardaşlarımızın məkanını cənnət eləsin. Çox sağ olun. Çox sağ olun, təşəkkür edirəm. Təşəkkür edirəm, çox sağ olun. Şəhid atası, bayram buyur. Ne var ki ortalıkta kalırsın. Koy bir tarafa gidende koy bir qırağa. Bütün şəhidlərimize Allah rəhmət eylesin. Təşəkkür edirəm. Çox sağ olun. Xan baba, şəhid atası. Xan baba yaxınlaş. Buyur. Başında. Allah səbrinizi versin qardaşım. Allah səbrini balamızı tutsun. Bütün şəhidlərə rəhmət eylesin. Məqamları versin. Allah səbrini versin. Antiterror şəhidlərini Antiterror şəhidlərin ataları gəlsinlər, yaxınlaşsınlar, xahiş edirəm. Antiterror şəhidlərin ataları gəlsin. Allah bütün şəhidlərimizin məkanını cənnət eləsin, uca eləsin, zaten də elədi. Səbuhi balamızın da Allah rəhmət eləsin ona da. Onun da ruhu şad olsun. Bu günləri onun mövcududur. Hər bir Azərbaycan xalqının borcudur ki, şəhid ailələrinin, şəhid məclislərində mövcudlarında iştirak eləsinlər. Bizə Azərbaycan Respublikasının ərazi bütövlüyünün tam bərpa olunmasında şəhid Səbuhi balamız olmaqla bütün balalarımıza Allah rəhmət eləsin. Onların qanı, canı bahasına Azərbaycan Respublikası yağı düşməndən azad olundu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Valideynlərinə, şəhid ailələrinə, analarımıza, atalara, hamısına Allah'tan səbir diləyirəm. Allah bizə elə bir güc versin ki, danışa bilirəm. Yəni bu dərdi çəkə bilərim. Təşəkkür edirəm. Belə danışmağınız kifayət elədi. Çox sağ olun. Çox sağ olun. Təşəkkür edirəm. Buyurun. Buyurun oradan danışa şəhid ataları. Gəlin bizim bəri xahiş edirəm. Buyur. Buyur. Allah
Çok sağ ol. Teşekkür ederim kardeş. Çok sağ ol. Çok sağ ol. Allah kalan bağları salamat et. Gelin bura. Gelin. Gelsinler be. Gel danışın. Buyur. Ben de Sevro'da antiterör şehit Qasım nəfəsiyəm. Məhbub qardaşımla bizim ortaq, ümumiyyətlə şəhid ailələrinin ortaq yeri çoxdur, amma hər ikimiz Rusiyada yaşamışıq, bağlarımız orada böyüyüb. Baxmayaraq ki, xarici ölkə olub, amma vətən sevgisi bağlarımızı geri gətirdi. Bu torpağında biz bağlarımız canından keçdi. Məhbub qardaş, Allah səbir versin, bacı Allah səbir versin sizə. Biz hamımız bir dərdin sahibiyik. Allah şəhidlərimizə məqamını eləsin. Fərqi yoxdur, 44 gün, 90 günlər, antiterror fərqi yoxdur. Hamısı bunların bizim şəhidimizdir. O 44 günlük qələbə çaldıq, bizim müstəqilliyimiz var idi. Ancaq bizim suverenliyimiz yox idi. Bizim suverenliyimizi bizim antiterror şəhidlər təsdiqlədi. Burada mən tanıdığım şəhidlər var. Niyyət balamız var, Elvin var, Bahar ana da buradadır. Qardaşım İmran da buradadır, tanıdıqlarım. Allah bütün balalarımızın məqamını uca eləsin. Amin. Bayaq dedim, biz Allah Teala'dan seçilmiş insanlarıq ki, bizim hamımızı bir. Biz 100 illər keçdiydi, biz bir-birimizlə küçədə salam vermərdik bir-birimizlə. Bunu Allah Teala'nın işidir hamısı ki, bizi cəmlədi, bir yerə yığdı, bizi bir-birimizlə tanış elədi. Şəhidlərimizə məqamı ucu olsun. 2 əsr bundan qabaq biz torpaq itirmişik, 2 əsrdir, heç bir sərkərdə torpaq almamışdı. Heç bir sərkərdənin əskəri torpaq almamışdı. Bugün bizim başçımız var, sərkərdəmiz var, sərkərdəmizin əskərləri var idi. Zabitləri var idi. Torpağımızı aldılar, bizim suverenliyimizi təsdiqlədilər. Allah bütün şəhidlərimizə məqamını eləsin. Teşekkür ederim. Peyğəmbərimizə qonşu eləsin. Amin. Çok sağ ol. Mustafa kardeş buyur. Ne buradadır? Buyur. Allah sabır versin. Allah mekanlarını cennet eylesin. Amin. Allah köməyi olsun. Elşan müəllim buyur. Allah cəmi şəhidlərimizin məqamını uca eləsin. Amin. Bayaq şəhidlərimizin şəklinə baxıram. Adam həqiqətən də uşaqlarımızla fəxr edirik. Şəhid atalarına baxıram, antiterror şəhidlər. Hamısı cavan ailələrdir. Bütün ataların hamısının boynu bükük qaldı. Allah cəmi şəhidlərimizin məqamını uca eləsin. Ruhunu şad eləsin. Allah səbir versin. Şəhidimizin də cənnətdəki mövcudu mübarəkdir. Allah vətənimizi qorusun, dövlətimizi qorusun. Çok sağ olun, teşekkür ederim. Olan boynu ver, Xəyyam burada olmalıdır. Buyursun. Xəyyam buyur. Allah şəhidlərimizin məqamını eləsin. Allah sizlərə səbir dözüm versin. Çok sağ ol, teşekkür ederim. Şəhid atası, Vasif buyur. Şehit varlığımız her bir yerde. Allah göstermesin. Amin. Çok sağ ol. Şəhid Elmirzənin atası burada olmalıdır. Elmirzənin atası. Buyursun benim yanıma. Buyur kadına. Mekanın cennet məqamımız olsun. Allah bütün şəhidlərimizə rəhmət etsin. Amin. Çok sağ ol, teşekkür ederim. Buyur. Teşekkür ederim her birine. Allah her birinden. Afgan yakınlaş buna. Buyur. Ben de Geranboy rayonunun Cazırı qəsəbəsindən gəlmişəm. Antiterror şəhidimiz Hüseyin Nəsrun atasıyam. Cəm şəhidlərimizə Allah rəhmət eləsin, ruhları şad olsun. Benim böyük qardaşım, məhbub qardaş, şəhidimizin cənnətdəki dəyişməyən mövludu mübarək olsun. Cəm şəhidlərimizin ruhu şad olsun. Allah dövlətimizi qorusun, dövlətçiliyimizi qorusun. Şəhidlərimizin ruhu şad olsun. Teşekkür ederim. Çok sağ olun. Kamil müəllim, burada olmasan buyur. Kamil müəllim. Bana söz verdiğiniz için çok sağ olun. Sağ ol. Bu günleri biz bura
cənnətdəki ikinci doğum günü olan, 23 yaşı tamam olan Səbuhi balamızın məclisinə yığışmışıq. Allah məqamını ucələsin, ruhunu şad eləsin. Çox sağ olun. Çox sağ olun. Çox sağ olun. Hörmətli mənim bacılarım. Şamaxı rayonunun ağsaqqalı olaraq bu xalqın da ağsaqqalıyam. Çox sağ olun, hər birə təşəkkür edirəm. Mən hər birə təşəkkür edirəm. Bu Ramazan ayında, bu Ramazan günündə, bu Ramazan bayramında Səbuhi balamızın bu tədbiri, bu gözəlliyi, bu şərafəti mən deyərdim misli olmayan bir şərafətdir. Həmişə belə olur. Allah Teala hər birinizdən razı olsun. Hörmətli mən gələn bacılarım, hörmətli mənim əzizlərim, hörmətli şəhid ataları, əziz şəhid anaları. Allah Teala hər birinizin bağlarına qalan bağlarını şadlıqda eləsin. Allah Teala şəhid bağlarımızı cənnətində eləsin. Allah Teala Azərbaycan xalqını xoşbəxt eləsin. Mən Azərbaycan xalqı deyəndə bütün rayonlar onun içərisində gedir. Allah Şamaxı cəmaatını xoşbəxt eləsin. Gələn qonaqlarımızın da Allah Teala rayonları xoşbəxt eləsin. Mənim bacılarım, bacılar deyəndə ona görə bacılar deyirəm ki, döşümdəsiniz. Siz çoxluq təşkil edirsiniz. Çox sağ olun. Mən bir Şamaxı rayonunun ağsaqqalı olaraq sizə öz təşəkkürümü bildirirəm. Öz varlığımı bildirirəm. Öz ürəyimdən gələn bütün yaxşı şeylər sizə nəsib edirəm ki, bu bağlarımız sizin bağlarınızdır. Bu bağlarımız bizim bağlarımızdır. Bunların sayəsində də bugünkü Azərbaycan. Bunların sayəsində də bugünkü dünya. Heç kim əsgəyə bilməz. Heç kim öğrənə bilməz. Ancaq bu başıcalıq, bu dünya, bu şərafət hamısı bunlarındır. Ali Başkomandan İlham Əliyev cənablarındır. Onun başına dönüm. O böyük sərkərdədir. Böyük sərkərdənin böyük bağları var. Əlbəttə o da bunların azıl düşmanlar. 44 gün ərzində torpağı alasan, Azərbaycan xalqının başını qaldırasan, dünyada bizim başımız, bu günləri kim nə edirsə bunların sahəsini edir. Kim nə iş görürsə bunların sahəsində görür. Bunlarına şadlıq göstərir ya Rabbim və Rəsulallah. Özüm də oracam, əlim də samazın yanımdakı axund olurdu. Bax bu yanımda deyənəmsin, sağımdakı axundun oğlu Füzulidən başlayıb döyüşdə ta Şuşaya qədər. Yaranan gəlmişdi, apardım, bütün bu şəhidləri apardım, dəydiler ona. Baba bu yanındakı şəhid axundun oğlu. Allah Teala qazdıramıza can sağlığı versin. Ordularımız bugün yenə yağı düşmanın döşündədir. Öz döşümüzdədir, öz torpağımızdadır. Allah Teala onları salamat eləsin. Hər birine təşəkkür edirəm, hörmətli cəmaat. Nə qədər danışsam doymuram sizdən. Buradan birbaşa zikr hazırlanmış, şirfə hazırlanıb Şamaxı Cuma Məscidinin mərasim yerində mən də gedirəm. Orada bir yerdə oturacaq, bir üstən çay içib, söhbətimizi iftar verib orada söhbətimizi devam etdirəcək inşallah. Allah Teala sizdən razı olsun. Çox sağ olun. Bir şey sizin nəzərinə çatdırım ki, bu günləri bilirsiniz orucluqdur. Biz belə məsləhət elədik ki, cəmaat belə gəlir, dağılır, sonra yığa bilmir cəmaatı. Bu sahada saldıq biz. Bu cüməlçiyə görə, orucluğa görə. Ayın birində tədbirimiz olacaq, o da artıq saat 10'da olacaq inşallah. Bu cəmaatımız bilsin, elan edirəm cəmaatımıza. Çox sağ olun, təşəkkür edirəm hər birinizə. Var olun cəmaat. Sağ ol. Sağ olun. Amin. Allah rahmet eylesin.